Salam əziz şagirdlər, gəlin belə bir 9-cu sinif sualına baxaq. Demək bizə verir ki, y ədədini 4-ə böldükdə qalıqda 3 alınırsa, y kvadrat üstəgəlsin 3y üstəgəlsin 8 ədədini 4-ə böldükdə alınan qalıq tapın. İndi bunun üçün asan bir üsul deyəcəm. Əvvəlcə y-ə biz bir qiymət verməliyik. Y-ə bir qiymət verməliyik ki, 4-ə bölündükdə 3 qalınsın. Yəni 4-ə bölündükdə qalıqda 3 alınan ədədlər hansılardır? 3 idi, 7 idi və s. Bunlar idi. Mən ən kiçiyin, yəni 3-ü götürəcəm, hesablanması asan olsun deyə. Mən burada y-ə 3 deyirəm və getirirəm bu ifadədə y-in yerinə 3 qoyuram. O zaman nə olar? 3-ün kvadratı üstə gəlsin 3 vurulsun 3, üzərinə gəlsin 8. 9 üstə gəlsin 9 üstə gəlsin 8. 18 üstə 8 neçə edir? 26. İndi bu ifadənin qiymətini tapdıq 26. İndi nə edəcəyik? 26-nı böləcəyik 4-ə. 26-nı 4-ə böləndə 6 dəfə düşür, qalıqda isə 2 qalır. Demək, bizim cavabımız oldu 2. Yəni, ən asan üsulla bunu bu cür həll etmək olar. Yəni, y-in yerinə hər hansı bir qiymət qoymalısınız. Amma elə bir qiymət qoymalısınız ki, şərti ödəsin.